İyulun 14-dən 15-nə keçən gecə Tarif Şurası ayı 92 markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırdı. Benzinin qiymətinin bahalaşması ilə bağlı əvvəlcədən məlumat verilməmişdi. Tarif Şurası benzinin bahalaşmasına səbəb kimi ard-arda baş verən devalvasiyaları, SOCAR ixrac imkanlarının məhdudlaşdırılmasını və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Benzin bahalaşması hansı məhsullarda qiymət artımına səbəb ola bilər? Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ərzaq bazarında qiymətlər bahalaşacaq. Kənd təsərrüfatında ümumiyyətlə demək olar ki, istehsal zamanı maşından, texnikadan daha çox istifadə olunur. Və bilirsiniz ki, fermerlər əkinin, səpini həyata keçirəndə, ümumiyyətlə il ərzində öz təsərrüfatlarına nəzarət edəndə öz maşınlarından istifadə edirlər və bunlar gündə bir neçə dəfə əkin sahələrinə baş çəkirlər. Bunların da deməli məsafə uzaq olduğu üçün gün ərzində ən azı 15-20 litr benzindən istifadə edirlər ki, indiki halda benzinin qiymətinin 28,5% artımı bu ona deməyə əsas verir ki, bunların istehsal etdiyi malın, məhsulun hamısının qiymətində artım müşahidə olunacaq. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirir ki, benzin qiyməti qalxıbsa, nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. İlk növbədə xüsusi və ictimai nəqliyyatda, yəni taksilərdə və şəhərdaxili avtobuslarda gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmir yolu nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq. Tarif Şurasının katibinin müavini Ceyhun Nəcəfov APA-ya bildirib ki, yük daşıma, ictimai nəqliyyat, avtobusla müntəzəm sərnişin daşıma sahələrində dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Hava nəqliyyatına gəlincə, bu sahədə reaktiv mühərrik yanacağı sərf olunur. Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağı işlədilir. Ceyhun Nəcəfov bildirib ki, benzin qiymətinin qalxması bu sahələrə təsir göstərməyəcək. Gecə yatıb səhəri benzinin bahalaşması xəbəri ilə açan sakinlər isə digər məhsulların da qiymətlərinin qalxacağını gözləyir. Benzinin qiyməti belədir ki, hər bir şeyə təsir eləyəcək, bu sözsüz. Hələ ki, nəqliyyat vasitələrinə təsir eləməyəcək, çünki onlar dizellə işləyir. Benzin qiyməti dünən gecə qalxdı, saat 12 radələrində mən biraz gəzdim, zapravka eləmək istirdim, eləyə bilmirdim. 20 qəpik dedilər qalxıbdı, olub 90 qəpik. İrəliləyişdir, çox razıyıq. Olsun 1 manatla, 1 manat 20 qəpik, nə problem var ki? Gələn gəlirdi, onun üstə nə olacaqsa dözəcəyik. Hər şey yaxşıdır, hər şeydən razıyıq. Biz istəyərdik 2 manat olsun. İndi benzin qalxdı, ancaq millət qalxmadı. Etirazını eləmədi. İctimaiyyət də heç bilmədi, qəflən qaldırdılar benzini. Əvvəl ictimaiyyət bilməli idi, xalq bilməli idi. Güzaran yaxşıdırsa, xalqın razılığı vardısa, olardı qaldırmaq. Ancaq bu vəziyyətdə lazım deyildi. İndi qaldırdılar, indi xalq da başa düşər nəsə, etirazını bildirər. Kommunala təsir eləyəcək, suya təsir eləyəcək, çörəyə də, qidaya, ərzaq məhsullarına da. Onsuz da biz ən az maaş alanlardan biriyik, ona görə hər mənada bugünə qədər də təsir eləyirdi, bundan sonra da təsir eləyəcək. Bir-birindən asılı olsaydı bu zəncir bağlı, mütləq qalxmalıdır, hər bir şey qalxacaq. Onsuz çatdıra bilmirik. Köhnə qiymətlə çatdıra bilmirdik, indi hara çatdıracaq? Benzin qalxıbsa, bütün məhsullara, hər şeyə o təsir eləyəcək. Bütün hər şeyə o benzin, maşınlar hamısı onunla işləyir. Mal daşıyırlar onunla, hər şey onunla. Benzin qalxıbsa hər şey təsir eləyəcək. Hamısı elə qalxa bilər. Çünki cəmaatın olsa vəziyyəti yaxşı deyil. O elə qalxır, maaş cəmaatın, maaşı qalxmır. Pensiyası qalxsın, maaş qalxsın. Əsas cəmaata o lazımdır ki, dolaşacaq yaxşı olsun. Həmişə ancaq qiymət qalxır, maaşın nə vaxt artığı olur? Heç vaxt. Günü-gündən də vəziyyət. İşıq qalxdı, qaz qalxdı, ərzaq qalxdı. Qalxa-qalxa gedir, Allah haqqına.